Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Milli Məclisdə əmək hüquqlarının genişləndirilməsi ilə bağlı mühüm təklif səsləndirilib. Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin bugünkü iclasında komitə sədri Talih İbrahimova bildirib ki, işçilər artıq təkcə cinsinə və ailə vəziyyətinə görə deyil, ailə vəzifələrinə görə də ayrı seçkiliyə məruz qala bilməzlər. Qeyd olunub ki, hazırda Cinayət Məcəlləsinə əsasən hamilə qadınların, 3 yaşına da uşağı olan şəxslərin, eləcə də bu yaşda uşağı təkbaşına böyüdən ataların işdən çıxarılmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur. Komitə sədri gələcək mərhələdə isə ailə vəzifələri olan işçilərlə əmək müqaviləsinə xitam verilməsinə görə işə götürənlər üçün cinayət məsuliyyətinin müəyyən edilməsini təklif edib. Sabiq Mədəniyyət Naziri Əbülfəz Qarayevin qızı Suad Qarayeva rejissoru olduğu Məhsəti filminə görə hər kəsdən üzr istəyib. O bildirib ki, özünün ssenari müəllifi və rejissoru olduğu filmlə bağlı son paylaşımı heç vaxt tənqid məqsədi daşımayıb. Azərbaycan vətəndaşı olaraq mədəni dəyərlərimizə hər zaman böyük hörmətlə yanaşmışam. Sözlərimin niyyətimdən fərqli şəkildə başa düşülməsindən təəssüf edirəm və bundan inciyən hər kəsdən üzr istəyirəm deyə Suad Qarayeva bildirib. Xatırladaq ki, sözü gedən filmdə ölkəmizin klassik ədəbi mədəni tarixində xüsusi yer tutan Məhsəti gəncəvi əxlaqsız qadın kimi təqdim olunub. Suad Qarayeva isə bundan əvvəl Instagram hesabında bildirmişdi ki, Məhsəti filmi Mədəniyyət Nazirliyinin Film Şurası tərəfindən lisenziya verilmədiyi üçün Bakı Film Festivalının proqramından çıxarılıb. Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Türkiyədə saxlanılması ilə bağlı məhkəmə qərarı açıqlanıb. Türkiyənin Sülh Cəza Məhkəməsi Gültəkin Hacıbəylinin müraciətinə baxaraq, onun idarə məhkəmənin qərarına dəyib qapalı şəraitdə saxlanılmasına qərar verib. Bu barədə Gültəkin Hacıbəyli sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb. Xatırladaq ki, 10 noyabrın 30-da Türkiyədə saxlanılaraq barəsində 5 il müddətinə deportasiya qərarı çıxarılıb. Gültəkin Hacıbəylidən daha öncə isə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və onun müşaviri Məmməd İbrahim saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib. Məlumata görə onların həbsi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə aparılan istintaqla bağlıdır. Bugün Rusiya Prezidenti Vladimir Putin Ukrayna və NATO ilə bağlı diqqət çəkən açıqlama verib. Putin Müdafiə Nazirliyinin geniş kollegiya iclasında bildirib ki, Moskva Rusiya-Ukrayna münaqişəsinin kök səbəblərini diplomatiya yolu ilə həll etməyə üstünlük verərdi. Lakin danışıqlardan imtina edilərsə, Rusiya yenidən hərbi əməliyyatlara əl atacaq. Rusiya lideri həmçinin Ukraynaya NATO ölkələrinin geniş miqyaslı hərbi yardım etdiyini söyləyərək, Rusiyanın strateji nüvə qüvvələrinin dünyada çəkindirmə və güc balansını qorunmasında əsas rol oynayacağını vurğulayıb. Dekabrın 18-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-6, gündüz 7-11 dərəcə isti olacaq. Rayonlarda isə hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı, qar yağacağı ehtimal olunur. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.